Salam əziz və hörmətli dostlar. Biraz bundan qabaq danışırdım, istəyirdim kitab oxuyam, sözü çox uzatdım və nə deyirlər, olmadı, yəni kitaba vaxt olmadı, çox uzun oldu. Onun üçün onu kəsdim və indi kitabı oxumağa başlayıram. Kitab oxuyuruq, adı Türkçülüyün əsaslarıdır. Yazan Ziya Gökalp, bu da 100 il bundan qabaq yazıbdır, 83-cü səhifəni oxuruq. Bu yazarımız əsli Kürdür, amma türkçülük eləyibdir və bu haqda danışqata dərs deyibdir. Bu kitabı yazıbdır və bu kitabdan sonra bir neçə kitab da yazıbdır. Biz bu kitabı oxuruq. Təbii ki, bundan yaxşı kitablar da ola bilər, bundan sonra yazılan kitablar da ola bilər, qabaq da ola bilər. Əlaqədə bu ərəbcəyə yazıldığı üçün mən bunu seçdim. İndi 83-cü səhifəni başlayıram. Görürsünüz, beyləcə bir türkcə kəlmənin bir çox fransızca kəlməyə qarşılıq sayıldığı görürsünüz. Beyləcə, yəni üstə misal vurdu, geçənki 3-4 gün bundan qabaq oxuduğumuz səhifədə 4 gündə oxumamışıq. Tənbəllik və yorğunluq, biraz da bu son məsələlərə görə, xüsusən zindanilərin məsələlərinə görə eləyə bilmədim oxuyam. Onun üçün beyləcə hər bir türk kəlmənin sözün, yəni hər bir türk sözü ki ağzımızdan çıxır ya eşidirik ya oxuyuruq, onun qarşısında, yəni müqabilində, qabağında bir çox Fransa kəlmə var. Ya bunun tərsəsi də ola bilər. Bundan anlaşılır ki, fransızca kəlmələrin dilimizdə tam bəlirgin, açıq qarışıqları yoxdur. Deyir ki, bu çox kəlmələr göstərir ki, hər bir kəlmənin dəqiqən özünün anlamında ya bizim dilimizdə yoxdur, ya onların dillərində yoxdur. Yəni, türkcə söz vardır ki, onun dəqiq anlamı fransızcada ya ingiliscədə yoxdur. Məsələn, village, kənd. Kənd sözü bizdə bir anlamı var. Bir şərqidə bir növ yaşamdır. Məsələn, onun anlamı Fransada, İngilistanda, İngilis məmləkətdə, Amerikada, Kanadada fərqlidir. O kənd sözünün anlamı. O dəqiq o mənada yoxdur. Ərz edeyim xidmətinizə. Ya məsələn, burada county deyə bir şey var. Məsələn, onun dəqiq anlamı orada yoxdur. İndi fəlsəfədə də bu cürdür. Ona görə fəlsəfəyi ki, farslar tərcümə eləyiblər, hamısı qələtdir. Çünki o mütərcim öz zehninə, ki, əksərən də fəlsəfə bilmirlər nədir, o filosuf yazan fəlsəfəni də bilmirlər nədir, ona uyğun bir kəlmələr yazır. O halda ki, o yazan, əsli yazan, məsələn, deyək ki, hər kəs o fəlsəfəni yazıbdır, onun kültürü, yəni mütərcim onun kültürünü yaşayıb bilmək lazımdır, ta eləyə bilər, tərcümə eləyə. Yoxsa, məsələn, mən duram, dikşirini, mən bunu çox gördüm, dostlarımızın bir iddiəsi, hətta Allah rəhmət eləsin, mən zindanda bir dostumuz var idi, müəllim, edama məhkum olmuşdu, sonra da edam oldu. Allah rəhmət eləsin, çox yaxşı, şərif bir insan idi. Qəradağlı idi, müəllim idi, ingilis dilində. Məsələn, mən onun tərcümələrinin bəzisinə baxdım. O, məsələn, dikşinerini qoyur qabağına, tərcümə edir. Olmadı. Oradan, ya əslən İranda bir çox bu cürsü tərcümə olur. Yəni, lüğətnaməni qoyur qabağına, bu dildə nəzərinə nə gəlir, onu götürür qoyur. O halda kəsin o deyil. Fəlsəfə xüsusən bu cür şeylərdə. Hər halda bu hər iki tərəflidir. Yəni, bu deyir ki, Fransa dili bu cürdür, türk dili bu cür deyil. Yox, elə hər dil bu cürdür. Məsələn, mən keçən danışıqlarımın birində yar sözün misal vurdum. Məsələn, yar sözü bizim dilimizdə nədir, farsda nədir? Çox fərqlidir. Onlar məşuqiyə yar deyirlər. Biz yar deyəndə bir kültür var bunun dalısında, bir fərhəng var, bir tarix var, bir eşq var, bir fəlsəfə var bunun dalısında. Yəni o yar sözünün türkçədə bir fəlsəfəsi var. Farsıda bu yoxdur, kökü yoxdur.
Çünki onun deyil. O elə götürüb deyib ki, tamam, mən bu sözü bundan bu yüzə buna işlədəcəm. Məsələn, eşq sözündən qabaq bizdə aludə olmaq var. Aludə olmaq. Məsələn, demir mən aşiq olmuşam, deyir mən aludə olmuşam. Yəni bir şeyə bələşmişəm, ya bir şey mənə bələşibdir. Bilirsiniz, çox dəqiq anlamlıdır. Bunu siz eşq ilə göstərməzsiniz. Eşq bu deyil. Eşq bir ayrı bir şeydir. Biz məsələn eşqi bu cür nənə ilə balanın da eşqi vardı, dədə ilə nənənin də eşqi vardı, mənlə sevdiğimin də eşqi vardı. Nə bilim, bu yəni bilmirik eşq nədir də, eşqə hər yeri eşq ərəblər nə deyirlər odur. Fars dediyi də deyil, biz dediyimiz də deyil. Bizimki elə çox gözəllik nədir? Aludə. O istədim deyəm ki, yəni nə mənə hər dildə o söz ki vardı. O sözün bir geçəcəyi var, bir tarixi var, bir kökü var, bir düşüncə var onun içində. O sözün ağızdan çıxır ha, o sözün arxasında bir fəlsəfə var, bir tarix var, bir yüzlər, minlər il var, bir neçə yüz nəsl onun içində yatıbdır, ta o anlamı gəlib özünə alıbdır. Eyni zamanda hər hansı bir dilin mükəmməl olması hər kəlməsinin yalnız bir anlama, hər anlamının da yalnız bir kəlməyə sahib olmasıyla meydana gəlir. Deyir ki, bir dilin mükəmməl olmasının kamil bir dilin əlaməti nədir? Bu soruya cavab verir. Deyir ki, eyni zamanda bunu ki dedik üstəki Fransa ilə Türkçəni də vurdu bir-birinin qabağına. Dedi, hər hansı bir dilin mükəmməl olması, mükəmməl yəni kamil. Kamil yəni nə mənə? Bir əla dil olması, yaxçı dil olmasının bir əlaməti var. Hər kəlməsinin, yəni o dilin, mükəmməl dilin, hər kəlməsinin yalnız bir anlamı var. Deyir, dildə ağızdan çıxan sözün bir anlamı var. Məsələn, baxın dostlar, bizim bəzi dostlarımız, farslar deyir ki, zəminxordan, xakxordan, nə mənə xordan, bunların hamısında deyirlər. Sonra məsələn deyirlər ki, fars dili pisdir. Deyil dostum, beləsi olmaz. Bizim də ona tay o qədər varımızdır ki. İndi bəziləri dostlarımız götürürlər yazırlar üzüm. Hamısını ərəb əlifbası ilə yazırlar. Üzüm, 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 üzüm. O deyil dostum, üzüm deyil. Bir özümdür, özüm. Bir üzümdür. Fərqlidir, ağızdan çıxan səs fərqlidir. Ərəb əlifbası onu göstərmir. Gözüm. Qozla fərqi var. Girdəkana bəziləri qoz deyirlər. Bir ayrı bir şeyə də qoz deyilir. Əlbəttə, kibarca deyil burada deməyəm. Qoz. Baxın, bu qoz sözü 2-3 dənə mənası var bizim dilimizdə. Deyir ki, mükəmməl dil odur ki, hər sözün bir dənə, yalnız bir mənası olur, 2 mənası olmuyor. 2 şeyə deyilmir. Deməyəsiniz ki, məsələn, üzüm, suda üzüm, yoxsa yeməli üzüm. Bunu deməyəsiniz. Çünki bu, bir dənə irad bilir yazarımız. Deyir, hər kəlmənin yalnız bir anlamı, hər anlamın da, indi bir dənə anlam məsələn deyək. Dedim də eşq anlamı. Məsələn, onun deyir ki, bir dənə sözü olmalıdır. Allah, bizim dilimizdə Tanrı. Onun bir dana Allah məhfumdur, bir dana məhfumdur zehnidə. Bəşər yaradıbdır. Bilmirik Allah eşikdə var ya yox. Biz bundan xəbərimiz əsla və əbəda yoxdur ki, Allah eşikdə var ya yox. Amma bu məhfumu biz yaratmışıq. Onun üçün də hətta İslamda ya şiəlikdə deyir ki, tohidə özün gərək özün içəridən dəlil yaradasan, inanasan. Yəni sən özün bir ixtira eləyəcəksən, bir dəlillər yaradacaqsan, özünə Allahı sabit eləyəcəksən. Allah sənə özün sabit eləmir. Sən eşikdəki, məsələn, bir ağacı görüb demirsən ki, bunun meyvəsini yiyim, görüm şirində acıdır. Bilin bu ağac nə ağacıdır ya məsələn. Meyvəsindən bilim. Onu o cür deyil. Allahı bir məhfumdur. Onu biz özümüz yaradırıq zehnimizə. Yaratmağımızın da mərhələsi budur ki, ona dəlil tapırıq. Dəlil tapırıq, onun olmağını sabit edirik özümüzə.
Bu da bir məfhumdur. İndi o məfhuma da bir dana deyir ki, söz olmalıdır. 2 dana yox. Xuda, Allah, Tanrı deyə bilməz. Əlbəttə, Xuda farslarınkidir, Allah ərəblərinkidir, ilah ərəblərinkidir. Bizdə də Tanrı. Məsələn, beləsi. Amma bir çox sözümüz vardır ki, məsələn, o məfhuma bir neçə kəlmə var, neçə söz var ağzımızdan çıxır, amma o anlama gəlir, ya ona yaxın gəlir. Bir kəlməyə sahib olmasıyla meydana gələr. Hər anlamın da bir dana kəlmə, bir dana sözə sahib olmasıyla meydana gəlir. Mükəmməldir, beləsi meydana gələr. Ortaya çıxar. Meydana gələr, yəni ortaya çıxar. Belə bir dil özün görsədər. O halda yeni türkcəni hər kəlməsi yalnız bir anlama gələcək və hər anlamı da bir tək kəlməyə sahib olacaq. Hala salmalıyıq. Deyir, bu halda ki, əgər belə olsa, bir dana qanunu qoysaq ki, hər söz ki ağzımızdan çıxır, onun bir anlamı olmalıdır və hər anlamın sadəcə bir dana sözü olmalıdır. Deyir, onda yeni türkcəni ki, biz deyir şeydən sonra, Osmanlıdan sonra istiruq yaradaq, rəsmi dil eləyək, Güney Azərbaycanda da biz bunu eləyəcəyik. Məsələn, bu adamın dediyinə əsasən deyir ki, yeni türkcənin hər kəlməsinin yalnız bir anlama gələcəkdir. Hər nə kəlməmiz var. Su fəqət içməli o yumuşaq şeyə deyiləcəkdir, axan şeyə deyiləcəkdir ki, rəngi yoxdur, iyi yoxdur, tamı yoxdur. Tamı olsa ona şor su, şirin su, alma suyu, filan suyu, bunları deyəcəyik. Yəni, izafə eləyəcəyik onlara. Diqqət buyurursunuz. Və hər anlamı da bir kəlməyə sahib olacaq. Hala, hər anlamın da bir kəlməsi, sözü olma, deyir, bu hala salmalıyıq. Dilimizi deyir, bu hala salmalıyıq ki, hər kəlmənin bir dana mənası olsun. Hər məfhumdakı zehnimizdə var, onun da bir kəlməsi olsun. Ona 2 kəlmə ilə deməyək. Bu doğru bir sözdür bir cəhətdən. Çünki onda biz insanlarla direkt danışa bilirik. Mütənaqiz olmur. Ya adamlar qalmırlar ki, biz hansısı. Deyirik, məsələn deyirik ki, gəl oradan onu ver mənə. Gəl, ha zaman gəl. Nə cür gəl? Yeyin gəl, yavaş gəl, giyin gəl, tumansaq gəl, nə cür gəl? Onu bəlli eləmirik. Oradan, ora haradır? Oradır, oradır. Buradır, haradır, ora haradır. Onu, o nəmə nədir? Adamdır, ağaçdır, meyvədir, heyvandır, canlıdır, cansızdır, sudur, nəyi? Ver mənə, nə cür ver? Əlivlə ver, itələ gəlsin, qoy orada cəkkinən yaxınımda. Bunların hamısı. İstir deyək ki, yəni, bir dana mənanı, müstəqim bir dana məna, hər kəlməyə bir dana məna. Elə olmasın ki, onu sual soruşsunlar. Avropa dilləri bir-birindən qolayca çeviri yapa bilir. Deyir ki, Avropada Alman var, məsələn dillərin sayaqda, İngiliscə var, Fransızca var, Almanca var, Rusca var, İtalyanca var, Portugalca var, İspaniyaca var, Hollend var, Danmark var, filan var, bəhman var, çox var ki var. 40-50 dənə orada dil var. Deyir ki, Avropa dilləri bir-birlərindən qolayca, qolay dedik, yəni rahat, sadə, çox sadə vəçilə qolayca bir-birinə çevrilirlər. Yəni, İngilisi Fransaya, Fransəni İngilisiyə, ya Almaniya, ya Rusiyaya deyir, rahat çevirirlər. Çünki İngiliz, Alman, Rus, İtalyan və digərləri dillərinin hər kəlməsi Fransızcanın bir tək kəlməsinə qarşılıq gələcəyisinə bu dillər arasında bir paralellik meydana gəlmişdir. Deyir ki, çünki İngilis dili, Alman, Rus, İtalya və o birisi dillərin hər bir sözü ki ağızdan çıxır ya yazılır, onun Fransəsi bir tək kəlməsinə qarşı, yəni Fransədə bir dil vardı, məsələn, deyək ki, İngilis, Alman, Rus, İtalya hansısından götürün, deyir ki, o Fransədə olan sözə bir dana söz var onun qarşısında. Hər sözünə, Fransə dilində olan hər tək sözə bir dana o birisi dildə ona tay var. Qarşı tay. Qarşılıq
gəlircəsinə bu dillər arasında bir paralellik meydana gəlir. Paralellik də bilirsiniz, qatarın içi, dəmir yolunun içi şeyi var ha, dəmiri. Onlar bir-birinə paraleldir. Yəni bir-birini gəlib kəsməzlər. Onlar elə bir-birinin müvazinəti ilə gedirlər. İngilis dili deyir burada gedir, Fransa burada gedir, Alman burada gedir, Rus gedir burada, İtaliya burada, filan bu cür hamısı beləsi bir-birinin müvazinətində gedir. Əlbəttə tək bu illət deyil. Əsl illəti bu ki, bu dillərin hamısının kökü latincədir. Latin dilidir. Yəni bunların latini biri başarsa, bu dillərin hamısını başara bilər. Necə ki, deyirlər, məsələn, siz İngilisi başaran eləyə bilər ki, İspaniyanı, Fransanı, Portuğalı, Fransanı bilmirəm, amma Portuğaldır, İspaniyadır, İtaliyadır. Bu dilləri, məsələn, 3 ayda, 4 ayda öyrəşə bilər. Çünki bunların hamısının kökü latincədir. Paralellik meydana gedir. Bunlar bir-birləri ilə paraleldirlər. Yəni bir-birinin qabağındadılar, bir-birinin yanındadılar, yanında gedirlər. İşte bir də yeni türkçəyə bu biçimi verməyə çalışmalıyıq. Deyir bir də ki, bu məsələdir ki, biz bu taza türkçə ki, Osmanlıdan sonra ya inşallah İran dağılandan sonra biz taza türkçəni yaradacağıq. O türkçəyə deyir, bu biçimi verməliyik ki, hər kəlmənin bir sözü, hər mənanın bir sözü, hər sözün də bir mənası olmalıdır. Bir sözün neçə mənası olmamalıdır. Bu əsas üzərinə bir türk lüğəti və bir də türkcədən fransızcaya və fransızcadan türkcəyə sözlüklər meydana gətirməliyik. Deyir ki, bu əsasa, əgər beləsi olandan sonra bu əsasa, yəni bu payıya görə, bu binöyə əsasən, yəni bu qanun, qaidiyə əsasən üzərinə bir türk lüğətidir. Bunun əsasına biz türk lüğətnaməsi yazmalıyıq, türk sözlüyü yazmalıyıq. Lüğətnamə söz, ərəbcə sözdür, farsça deyil. Lüğəti və bir də türkcədən bir danasını yazacağıq. Türkcədən, məsələn, Fransaya, bir dana türkcə İngilisi, türkcə Rus, türkcə İtaliya, türkcə Alman, hər nə mənə bu cürsə. Bir dənə də Almanca türk, Rusca türk. Bu cürsə bunu yazmalıyıq. Türkcə və sözlükləri meydana gətirməliyik. Bunlar da meydanda dedik, orta durum, vəziyyətə gətirməliyik. Yapılacaq türk sözlüyündə kəlimələrin türkcə, ərəbcə, farsca olduqlarını göstərmək doğru olmaz. Olamaz. Deyir ki, indi bir qramer, əlbəttə indi Türkiyədə bunu yapırlar, çox da gözəldir, mən də sevdim, mən bunu Türkiyədə ən sevdiyim şey ittifaqən buydu ki, siz bir dənə düzəməlli lüğətnamə alanda, sözlük əlinizə alanda kəlməni oxursunuz, onun qabağında bu farsdır, bu ərəbdir, bu ingilisdir, bu rusdur. Oradan gəlməliğin bilirsiniz, bunun kökü hardandır. Bilirsiniz ki, bu bizim kültürümüzdə kökü var ya yox. Bu taza gəlibdir, gəlməyibdir. Hətta eləyə bilərsiniz, onun üzrə bilərsiniz, hangi tarixdə gəlibdir. Onu da gözəl bir adama şey verər. Yapılacaq türk sözlüyündə, sözlük lüğətnamə, kəlmələrin türkcəsi, türkcə, ərəbcə, farsca olduqlarını göstərmək doğru olmaz. Deyir, doğru deyil, düz, doğru, yəni düz. Doğrudur və düz deyil ki, deyək ki, bu ərəbdir, bu türkdür, bu rusdur, bu ingilisdir, bu filandır. Çünki bir millətin sözlüyünə girən kəlmələr artıq o millətin milli dilinə mal olmuşdur. Deyir, əgər farsdan ya ərəbdən ya hangi dildən bir söz giribdir bir millətin dilinə və onu işlədir, ya akademisyenləri onu işlədir, deyir ki, bu o dilə giribdir və o millətin malı olub. Daha bunun kökü önəmli daşımır. Amma önəm daşıyır. Çünki bu o anlamda gəlir ki, o kültürdə var. Siz eləyə bilməzsiniz, Fransa lüğətin Almancada işlədəsiniz. Məsələn, fikirləsə Almandan gəlibdir. Alman kültüründə olan sözün yerinə işlədəsiniz. Olmaz, olmaz. İki məna verər. İngiliscəni, məsələn, hətta məsələn beləsi deyim, mən Kanada ingilisi ilə, İngilistan ingilisi ilə ingilisisinin ola bilər fərqləri olsun. Çünki kültürləri fərqli ola bilər. Məsələn, mən o günlər bir radioda bir bərnaməyə qulaq asırdım. Bir nəfər negro kəlməsini işlədirdi. Əslən, oxumaq oxuyub buna görə. O halda ki, Kanadada və Amerikada negro kəlməsini işlətmək cürm hesab olar. Yəni, istəyirəm bu cür ərz eləyəm. İndi siz bunu gəlin, məsələn, işlətmək doğru. Kültürdən kültürə fərq edir hər halda. Bu kəlmələrin nə biçimdə oluşduqları yalnız haradan törədişləri göstərən və
parantez içine alınan qısaltmalarla anlatılır. Deyir, bu kəlmələr ki, o şeylərdən gəlibdir, millətlərdən gəlibdir. Bu kəlmələrin nə biçimdə, biçim dedik, şəkil, şəmail, vəziyyət, durumu oluşduqları, nə cür bu uluşubdur? Yəni, uluşmaq nə demək? Yəni, düzəlməsi. Bu kəlmənin düzəlməsi yalnız haradan, yəni hardan törədiklərini, bu kəlmənin hardan çıxdığı, doğduğu göstərən və parantez içinə alınan, parantez içinə salınan qısaltmalarla. Mümkündür ki, o sözü biz qısaltmışıq, ya özü əslində onu qıssa yazaq parantez arasında anlatılır. Deyir, bu şəkildə anlatılır o söz ki, nədir? Yeni türkçənin yazılacaq yeni qramerindən də ərəbcənin və farscanın qrameri və sintaks quralları çıxarılaraq kitabın sonundakı törəmə qismına qoyulmalıdır. Deyir ki, yeni türkçənin, yəni yenə dedik, İran dağılandan sonra inşallah Azərbaycan türkçəsinin qrameri, yazısının qrameri, qaidə qanunu, qamer, qaidə qanun qanundur. Ərəbcədən və farscanı deyir ki, yazmayaq orada. Farscanın qrameri və sintaks. Sintaks da fikirəm səs uymalarıdır ya, hər nədir, bunu bilmirəm. Quralları, qanunları çıxarılaraq, deyir, bunları çıxadaq, yazmayaq. Kitabın sonundakı törəmə, sonundakı bir, nə deyirlər, əlavə bir qismət olur ki, orada bu, məsələn, tovzih verilir. Deyir, o qismətdə olsun, törəmə qismına qoyulmalıdır. O qismdə deyir, bunları tovzih verək. Yeni türkçə öncə dilimizi gərəksiz ərəbcə və farsca deyimlərlə tamamlamadan təmizləmək ikinci olaraq ona hənuz varlığından bilmədiyimiz milli deyimləri və anlatım biçimlərini, üçüncü olaraq isə hənuz sahib olmadığımız üçün yaratmaq zorunda olduğumuz millətlər arası kəlmələri əkləmələ meydana gələcəkdir. Cümlə uzun, amma 3 qismətdə deyilir. Mən bunu 3 cümlədə desəm daha gözəl olar. Deyir ki, yeni türkçə öncə dilimizi gərəksiz, gərəksiz, yersiz olaraq bizim dilimizə gələn fars ya ərəb sözlərin deyir ki, bunları əvvəl deyimlərlə tamamlamalardan təmizləmək. Birincisi budur ki, deyir ki, bu fars sözlər ki, bizim dilimizə giribdir, mürəkkəb halətində xüsusilə, deyir, bunları ya ərəbcə, bunları deyir, dilimizdən təmizləmək lazımdır. Təmizləmək lazımdır, beləsi deyir əslində. İkincisi nədir? İkinci olaraq ona, yəni o dilə hənuz varlığın bilmədiyimiz. Yadınızda olsa, qabaqçı səfərlərdə oxuduq ki, neçə şeyi bilmirik dilimizə görə. Osmanlı dövrəsində onlar olmayıb, onları gərək bilək. İndi onu deyir. Deyir, ikincisi budur ki, hənuz, yəni hala da bilirsiniz, varlıqların bilmədiyimiz milli deyimlər. Bir də sözlər dedi, vardı eldə, obada, şəhərlərdə, kətlərdə ki, onları gərək müəllimlər filanlar toplayırlar, yadınızda olsa belə dedik. Deyir ki, o bilmədiyimiz sözləri deyir, yavaş-yavaş o deyimləri, yəni ağızdan sözlər çıxan sözləri məktub deyil də, yəni kitablarda tapırıq onları, onlar millətin ağzındadır. Deyir, onları gərək nə edək? Onlara kitablarda, lüğətnamələrdə, sözcüklərdə onlara yer verək. Və anlatım biçimlərini, yəni dedik ki, bir sözü, məsələn, zərbül məsəllə filanla anlatırlar. O biçimlərini, şəkillərini, bunları da getiririk. Üçüncü olaraq isə, üçüncüsü nədir? Hənuz sahib olmadığımız, hala indiyə qədər onu hələ yazmamışıq, sahib olmamışıq üçün yaratmaq zorundayıq amma. Yaratmaq zorundayıq olduğumuz millətlər arası kəlmələrdir. Deyir ki, bir də kəlmələr var ki, millətlər arasıdır. Onları nə edəcəyik? Əkləmək, onları əlavə etməliyik dikşnerimizə. Meydana gələcəkdir. Beləsi, onların əkləməsi də meydana gələcəkdir. Bu tür işləmdən birincisinə təmizləmə ki, dedik, nə deyirlər? Bunlara türkçülər, dil türkçüləri onlara deyirlər xulusçuluq, dil xulusçuluğu. Təmizləmək, təsviyyəcilik, beləsi dedik. Bu tür işləmlərdən birincisinə təmizləmə,
İkincisinə milliləşdirmə. Ona milliləşdirmə deyir, o millətin ağzında olan sözləri yığaq, gətirək deyimləri. Onlar da milliləşdirmədir. Üçüncüsü isə işləmə adlarını verə bilərik. Üçüncüdə də işləmə deyirik. Niyə ki, deyir, o xarici sözləri də alırıq ağzımızda, elm, xüsusən elmi terminlərdə, teknoloji terminləri alırıq, deyir, onlar da işləm adlarını bunlara deyir, verə bilərik. Dostlar, burada qalsın, çünki bəhs değişilir dildə türkçülüyün ilkələri. Dil məsələsində necə adam türkçülük eləyə bilər, bu qalsın. Ömür olsa sabahları bunu oxuram. Sağ olun, sağ qalın, sizə can sağlığı arzulayıram.